20 yanvar faciəsinin 36-cı il dönümüdür və xüsusi buraxılışla qarşınızdayıq. Artıq 3-cü hissəmizə başlayırıq. Qeyd edeyim ki, Space TV-nin Xəbərlər Departamentinin hazırladığı xüsusi buraxılışı sizə mən Murad Əzimzadə təqdim edirəm və verilişimizin, buraxılışımızın bu hissəsində qonağımız millət vəkilimiz Sevil Mikayılovadır. Sevil xanım, xoş gördük. Xoş gördük. Elə bir tarix yaşayırıq ki, həm hüzün günü kimi bugünü qeyd edirik. Çünki əli yalın xalqımıza divan tutulub, faciəvi şəkildə qırğınlar törədilib xalqımıza qarşı, həm də bir qəhrəmanlıq salnaməsini yaşayırıq və o qüruru, o hissi özümüzdə hiss edirik. Çünki xalqımız heç bir qoşundan, heç bir silah-sursatdan qorxmadan öz azadlığı uğrunda, öz bayrağını ən ucada dalğalandırmaq uğrunda öz qanını torpağına axıtdı və dünyada misli görülməmiş bir qəhrəmanlıq göstərdi. Amma bunun fonunda bir də biz beynəlxalq müstəvidə 20 yanvar faciəsinə layiqli yerin verilməməsini də görürük. 20 yanvarı törədənlərin cəzasız qaldığını da görürük. İstərdim bu kontekstdə çıxışımıza başlayaq. İlk növbədə 20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin əzəmətli bir səhifəsidir. Və biz azadlığa gedən yolun, müstəqilliyə gedən yolun nə qədər çətin olduğunu, nə qədər keşməkeşli olduğunu, nə qədər faciəvi olduğunu təbii ki, kitablardan oxumuşduq. Amma 20 yanvar Azərbaycan xalqının yeni tarixidir. 1990-cı ildə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o daxilən müstəqildir və əsrlər boyu öz dövləti olan, dövlətçilik ənənəsi olan bir xalq olubdur. Və küçələrə axışmaq, tankların qarşısına əliyalın çıxmaq və hətta faciədən sonra azadlıq meydanında yaşanan o böyük insan axını, insan seli əslində xalqın nə qədər yenilməz iradəsinin olduğunu da ortaya qoydu. Və 1985-ci ildən əslində o zamanki Sovetlər Birliyinin rəhbəri Qarbaçov tərəfindən ortaya atılmış perestroyka və onun fonunda baş verən hadisələr, yəni biz hələ illər sonra əslində bu siyasətin məğzində nəyin dayanacağını öyrənəcəkdik. Amma 20 yanvarda küçəyə çıxan insanlar, onlar sözün bütün anlamlarında azadlıq aşiqləri idi və onlar çalışırdılar, onların istəkləri o idi ki, Azərbaycan Demokratik Respublikasının yenidən qurulmasına, bərpa olunmasına nail olsunlar. Və bu belə də oldu. Biz artıq 36-cı ilini bugün dərin hüzünlə təbii ki, qeyd edirik və ona görə ki, bu böyük insan itkisi ilə nə qədər insanların yaralanması, yəni o dövrdə yaşayan bir çox insanların yaşadığı o psixoloji travmalar bunun içərisindən keçdi. Amma sonuncu isə bugünkü məğrur, məsud, müstəqil Azərbaycandır. O zaman bilirsinizmi, bütün respublikalarda bir azadlıq hərəkatına meyl var idi. Amma Azərbaycan, yəni biz əgər tarixə dönüb baxsaq, hətta Oktyabr inqilabı, ondan əvvəlki dönəmlərdə Azərbaycan Sovet imperiyasından qopmaq istəyən ölkələrin içində ilk sırada gedirdi. Və ixtişaşlar da əslində elə Cənubi Qafqazdan Azərbaycanda başlamışdı. 88-ci ildə Ermənistan tərəfindən, Ermənistan ərazisində soydaşlarımıza qarşı törədilmiş ağır cinayətlər təbii ki, Azərbaycanda da lazımi reaksiya ilə qarşılandı. Və bundan sonra Azərbaycana qarşı ərazi iddialarının olması, torpaqlarımızın işğalı ilə müşayiət olunan o qanlı hadisələr nəticə etibarilə Bakıda insan axınlarını azadlıq meydanına gətirdi. Və söylədiyimiz faciə baş verdi. Həmin faciənin detalları, onun baş vermə anı, yəni bunlar, mən o dövrü yaşadığım üçün bunlar hamısı gözümüzün önündə baş verib bu proseslər. Amma sizin sualınıza gəldikdə beynəlxalq kontekstdə onun anlaşılması, hansı reaksiyalar oldu? Əvvəla buna iki istiqamətdən yanaşmağımızı istəyirəm. Bu böyük siyasi oyunun bir hissəsi idi. Yəni bunu biz söyləməliyik. Çünki Sovetlər Birliyinin dağıdılması kollektiv qərbin, o zaman soyuq müharibə var idi, Birləşmiş Ştatların rəhbərlik etdiyi blok var idi və bu blok tərəfindən Sovetlər Birliyinə açılmış ideoloji müharibənin zirvəsi idi. Və bunun üçün onlar 70 il çalışdılar. Sadəcə olaraq strategiyalar var idi, o strategiya öz nəticəsini vermirdi. Kommunist ideologiyasını insanların daxilindən çıxartmaq çox çətin idi. Hətta Avropanın şərq hissəsində də kommunist ideologiyası və sosializm o zaman hökm sürürdü və bu
bu ideologiyanı ümumilikdə siyasi düşüncə tərzindən çıxartmaq üçün bax 20 yanvar kimi hadisələr onlara çox lazım idi. Və beynəlxalq reaksiya, məsələn, beynəlxalq mətbuatda o zaman indi internet yox idi, belə sürətli yayım yox idi. Amma söylədiyimiz kimi həmin o strateji, ideoloji xəttin qulluqçuları, onlar görünür ki, Bakıdaydılar, bu məsələləri izləyirdilər və elə dərhal sonra həm New York Times qəzetində, eyni zamanda Boston Times və bir çox qəzetlər var idi ki, onlar sırf Bakıda baş vermiş faciəni işıqlandırmışdılar. Təbii ki, bunu cinayət kimi dəyərləndirmişdilər. İnsanlara qarşı bu cür çox brutal, çox belə deyək, insanlığa sığmayan şəkildə, yəni tankları birbaşa əliyə alın, etirazçıların üzərinə sürmək, bu artıq humanizm prinsiplərini, demokratiya, o vaxtı yəni Qərbin çox sevdiyi insan haqları və s. bu cür prinsiplərin özünün də üstünə xətt çəkirdi və Qərb buna etirazını bir mənalı şəkildə bildirdi. Eyni zamanda biz digər müstəvilərdə də, mən bunu sırf insan haqları müstəvisində də buna etirazlar var idi. Amma bizim gözlədiyimiz o hüquqi çərçivədə bu faciəyə qiymətin verilməsi məsələsi isə açıq qaldı. Və bunu biz xüsusi olaraq qeyd etməliyik ki, faciə baş verdikdən dərhal sonra o zaman Moskvada yaşayan Azərbaycanın böyük oğlu Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gəlir və Ulu Öndər öz ailə üzvləri ilə ora gəlir. Qorxmadan, çəkinmədən bütün kommunist rejiminə, Sovet rejiminə öz etirazını bildirir və öz kommunist biletindən, yəni o vaxt ki, təbii ki, Komünist Partiyası var idi, onun üzvlüyündən imtina edir. Və onun çox təsirli bir çıxışı var elə həmin nümayəndəlikdə. O, ümumilikdə komünizm ideologiyasının çürüdüyünü bütün dünyaya göstərdi və məhz bundan sonra da sürətli şəkildə 91-ci ildə artıq Sovetlər Birliyi çökdü. Yəni belə bir, belə deyək, Bakıda başlayan o hərəkat, ondan sonra digər respublikalarda da təkrarlanmışdı. Yəni bunu da biz söyləməliyik, bu cür qanlı faciələr baş verirdi. Amma Bakı həmişə olduğu kimi flaqman oldu. Xalqımız azadlıq mübarizəsində öndə getdiyini nümunə göstərdi bütün dövlətlərə. Hüquqi qiymətini isə 1994-cü ildə faciə verildi və Ulu Öndər tərəfindən artıq 1993-cü ildə hakimiyyətə qayıtmışdı və parlamentdə martın 29-u idi, səhv etmirəmsə, belə bir sənəd qəbul olundu. Təbii ki, o zaman Sovetlər Birliyi, onun rəhbəri Mikhail Gorbaçov, biz onu haqlı olaraq cəllad adlandırırıq və birbaşa olaraq, yəni baş vermiş cinayətin bütün məsuliyyəti məhz Gorbaçovun üzərinə qoyuldu. Və ondan sonra baş verən proseslərdə, yəni 20 yanvar söylədiyimiz kimi azadlıq hərəkatının təbii ki bir hissəsi idi. Amma Gorbaçovun ümumilikdə beynəlxalq tribunaya çıxardılması, yəni tək Bakıda baş vermişdi belə bir faciələr, çox təəssüf ki, bu baş vermədi. Bəli, həqiqətən də qeyd elədiyiniz kimi 90-cı il 21 yanvar tarixində ümummilli liderin Sovet İmperiyasının paytaxtı Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Sovet rejimini pisləməsi, xalqımızın başına gətirdiklərini bütün dünyaya səsləməsi olduqca vacib amil idi. Çünki həmin o görüşdə, o nümayəndəlikdə ümummilli liderin çıxışı həm də beynəlxalq jurnalistlərin ora dəvət olunmuşdu. Moskvada onların nümayəndələri var idi. Beynəlxalq jurnalistlər ora dəvət olunmuşdu. Elə bu müstəvidən baxanda da elə 20 yanvar faciəsinin bu günlərə qədər unudulmaması, beynəlxalq müstəvidə 20 yanvar haqqında informasiyanın verilməsi, xalqımızın başına gətirilənlərin bəyan edilməsi ilə birbaşa ümummilli liderin adı ilə bağlıdır ki, o bütün dünyaya Azərbaycanın səsi olmağı bacardı. 90-cı il 21 yanvar tarixində və cənab prezident İlham Əliyev də həmin nümayəndəlikdə Moskvada Azərbaycan nümayəndəliyində ümummilli lider Heydər Əliyevin yanındaydı. Onun da gözü qarşısında baş verirdi hadisələr. Amma mən istərdim ki, bir eyniləşmə, bir müqayisə aparaq ki, 90-cı il hadisəsi
bizə elə 90-cı ildən nəyi göstərdi? Beynəlxalq təşkilatların, beynəlxalq hüququn nə qədər gücsüz olduğunu, nə qədər qərəzli olduğunu göstərdi həm də. Sizin də qeyd elədiyiniz kimi çıxışınızın birinci hissəsində qeyd elədiniz ki, əslində bu qərbə sərf eləyən məsələlər var idi burada. Təbii. Beynəlxalq təşkilatlara sərf eləyən məsələlər var idi. Bu Sovet imperiyasının dağılmasına gedən yolun bir başlanğıcıdır deyə bilərik. Həmin o yolun bir hissəsidir deyə bilərik bu faciələrin törədilməsi. İstər Azərbaycanda, istər Asiya ölkələrində, istər Azərbaycana qonşu olan ölkələrdə. Pribaltikada. Bəli. Yəni burada Qərbin qərəzli olması, ikili standartlara dayanan siyasət, xalqların taleyinə biganəlik beynəlxalq hüquq müstəvisində, beynəlxalq təşkilatlar müstəvisində elə 90-cı ilin 20 yanvar hadisəsindən sonra artıq özünü göstərmişdi. Bəli, təbii ki, bilirsinizmi, dünyanın maraqlar tərəfindən idarə olunması bu yenilik deyil. Və 20 yanvar faciəsinə siyasi qiymətin verilməsi, Azərbaycan xalqı siyasi qiymətini verdi və biz əslində küçəyə axışmaq, həmin o insanların azadlıq uğrunda həlak olmuş insanların ruhuna, onlara göstərilən həmin o hörmət, əlbəttə ki, bu bizim xalqımızın özünün sərgilədiyi mövqe idi. Amma xüsusi qeyd etmək istəyirəm ki, o zaman bir təklənmə də var idi. Sovet Azərbaycanı deyək, hələ biz azadlığımızı qazanmamışdıq Sovetlər Birliyindən, bir təklənmə də var idi. Və Ulu Öndərin məhz Moskvada Azərbaycan nümayəndəliyinə getməsi və bu cür bəyanatla çıxış etməsi, mən sizə əmin etmək istəyirəm ki, bu təkcə siyasi bəyanat deyildi, bu təkcə siyasi mövqe deyildi. Bu, Azərbaycan xalqına nə qədər o zaman çox böyük bir ümid verdi. Və burada ümidsiz vəziyyətdə olan bir xalq var idi. Niyə görə mən bunu deyirəm? Elə bu kontekstdə söyləmək istəyirəm ki, Sovet ordusu Azərbaycana soxulanda, Bakıya soxulanda, onlar müxtəlif istiqamətlərdən hücuma keçdilər. Bildiyiniz kimi, əlbəttə ki, ən dəhşətlisi Bakıdaydı və baxın, Sovetlər Birliyinin ərazisinə qədərdir və bu cür hadisələr ümumilikdə baş verirdi müxtəlif bölgələrdə. Amma təkcə Bakıya yazıb, o zaman Müdafiə Naziri Marşal yazıb, özü şəxsən gəlmişdi ki, bu əməliyyatlara rəhbərlik eləsin. Yəni, bunun miqyasının nə qədər gərgin olduğunu mən bildirmək istəyirəm ki, buna qədər buna çox böyük bir əhəmiyyət verirdilər və nə qədər vacib idi ki, Bakıda bu insanların etirazını, azadlıq hərəkatını boğa bilsən. Yəni, burada çox güclü bir ruh var idi və çəkinirdilər təbii ki, Sovetlər Birliyində. Və eyni zamanda onu da söyləmək istəyirəm ki, kənardan bizə dəstək var idi mi? Yox. Yəni, 20 yanvar faciəsi baş verəndə xalqın yeganə dayağı o zaman Ulu Öndər oldu. Və bu təsadüfi deyil ki, illər sonra Azərbaycan xalqı məhz Ulu Öndərə etimad göstərdi, məhz Ulu Öndəri yenidən hakimiyyətə qayıtmaq üçün səslədi, müraciət etdi. Çünki ağır dönəmdə, məhz ümidsiz qaldığı günlərdə, məhz Heydər Əliyev xalqın sözün bütün anlamlarında cəsurcasına, çəkinmədən əsl Azərbaycan oğlu kimi onun dayağı oldu. Və siz az əvvəl cənab prezidentin də o zaman atası ilə birlikdə nümayəndəlikdə olduğunu söylədiniz və Ulu Öndər ora öz qızı və oğlu ilə gəlmişdi, yəni ailə üzvləri ilə gəlmişdi. Və bununla da bilirsinizmi, xalqla birlikdə olmaq, xalqla həmrəy olmağın, mən düşünürəm, bu ən ali nümunəsidir. Öz ailənlə bu hərəkata qoşulmaq. Və məhz Moskvada bunu bəyan etdi ki, kommunist rejiminin Azərbaycanda tam və bir dəfəlik ləğv olunması, Azərbaycan xalqının öz müstəqilliyinə qovuşması üçün o bütün varlığı ilə bu mübarizəyə qoşulur. Həmin ildə elə qayıdıb gəldi Naxçıvana, bildiyiniz kimi, çünki Bakıda vəziyyəti çox gərgin idi, burada siyasi bir hərc-mərclik var idi və sonralar Ulu Öndər çox az bir müddətdən sonra Naxçıvanda elə ilk gələndən sonra 20 yanvarla bağlı da onun Naxçıvan Ali Sovetində qərarları var idi və 93-cü ildən sonra isə artıq baş vermiş bütün qanlı faciələrə, baş vermiş bütün işğal faktlarına Ulu Öndər beynəlxalq arenada dəyər qiymət verilməsini tələb etdi və müəyyən mənada buna nail olmaq da mümkün idi. Ancaq 20 yanvar faciəsi, bugün biz əlbəttə ki, geriyə baxıb bunu əminliklə söylüyoruz ki, 20 yanvar faciəsinin ən ali siyasi dəyəri bugün bizim qazandığımız, əldə etdiyimiz azad, müstəqil Azərbaycandır.
Bəli, tamamilə doğru qeyd edirsiniz və elə çıxışımızın, söhbətimizin sonunda mütləqdir ki, ümummilli liderin bir söylədiyi fikri istərdim söyləyim. Nəyə görə? Çünki Sovet İmperiyasının paytaxtı Moskvada 21 yanvar tarixində Azərbaycan nümayəndəliyinə qeyd elədiyiniz kimi milli lider qızı və oğlu ilə getmişdi, ailə üzvləri ilə getmişdi və elə bir neçə il sonra Azərbaycana yenidən hakimiyyətə, xalqın istəyi ilə hakimiyyətə gələndən sonra milli lider çıxışlarının birində qeyd eləmişdi ki, mən Azərbaycanın müstəqilliyi uğrunda öz canımdan keçməyə də hazıram. Övladlarım da öz canlarından keçməyə hazırdır Azərbaycanın müstəqilliyi uğrunda. Bax, elə həmin bu sözün təsdiqidir 90-cı il 21 yanvar tarihi. Bəli, siz çox gözəl qeyd etdiniz. 1990-cı ildə Sovetlər Birliyi hələ dağılmamışdı. Yəni bunu qeyd etmək lazım. 91-ci ildə dağılacaq. Və Sovetlər Birliyinin o var olduğu bir dövrdə var olduğu və onun qanlı bir belə deyək formada mübarizə apardığı, yəni 20 yanvar özü nədən xəbər verirdi. Və həmin bir dövrdə Heydər Əliyev öz etiraz səsini ucaltmışdı və səhv etmirəmsə elə ilk idi onun Komünist Partiyasından imtina edən ilk liderlərindən idi. Yəni buna qədər təbii ki, bu və ya digər şəkildə komünist rejiminin çökməsini gözləyənlər, gözləmə mövqeyində dayananlar var idi. Amma Ulu Öndər isə ilk oldu. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq aləmdə baş verən ikili standartlar, bugün də davam edən bir sıra çox gözəl sözlərə bükülmüş ideyalar, əlbəttə ki, yəni 10 illiklərdən sonra nə qədər belə deyək, aciz, nə qədər lüzumsuz bir siyasi davranış forması olduğunu göstərdi. Amma həqiqi olan Ulu Öndərin sərgilədiyi əlbəttə ki, davranışı idi. Ulu Öndərin sərgilədiyi vətənpərvərlik nümunəsi idi. Küçələrə axışan, öz canından, qanından keçən, amma bir xalqın səadətini təmin edən şəhidlərimizin iradəsi idi. Və təbii ki, heç bir hücum, heç bir tank, heç bir belə deyək, hədələr qarşısında əyilməyən Azərbaycan xalqının iradəsi idi. Və bugün bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyirik. Düşünürük ki, öz canından, yəni hər şeydən əziz olan öz canından keçmiş, Azərbaycan xalqının səadətinə qovuşduran bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Var olduqca Azərbaycan, onlar da var olacaqlar və təbii ki, bundan sonra Azərbaycan xalqı əminik ki, öz müstəqilliyini əbədi olaraq qoruyacaq. Təşəkkür edirəm Sevgi xanım. Xüsusi buraxılışımızın qonağı millət vəkili Sevil Mikayılova idi və biz indi 20 yanvar şahidinin müsahibəsini izləyəcəyik. Hansı ki, Vaqif Kərimli Qaxdan Bakıya gəlmişdi, işlə bağlı gəlmişdi və o Qaxdan Bakıya gələndə artıq 20 yanvar faciəsi ilə bağlı başına nələr gəlib, bax onu bizə Space TV-yə danışıb. Qeyd edelim ki, müsahibə az öncə daxil olub bizim əməkdaşlara, rejissorumuza əldə olunub. İndi biz o müsahibəni sizə göstərəcəyik. Vaqif Kərimli Qaxdan Bakıya gələn Azərbaycan vətəndaşı 20 yanvar faciəsində nələr yaşayıb? Öz dilindən eşidəcəyik, izləyək. Demək ki, bu il artıq 20 yanvar hadisələrindən 36 il ötür artıq. Bu hadisələrin demək iştirakçılarından birisi də mən olmuşdum. Belə ki, 1990-cı il 18 yanvar tarixdə mən Qaxdan Bakıya işləyirdim. Qax İstehsalat Kombinatında baş mühasib vəzifəsində. İllik hesabatla əlaqədar olaraq mən Bakıya çıxası oldum. Avtobusdan Qaxdan çıxdıq. Avtobusda var idi bir 7-8 nəfər. Təəccübləndim ki, niyə görə insanlar azdır deyə. Getdik, demək, yol uzunda demək, nəqliyyat vasitələri tamamilə azlıq təşkil edirdi. Biz keçdik, çatdıq, Hacıqabılı keçdik. Hacıqabıldan sol tərəfə dönəndə orada təpələr qarşıda var. Yolun ətəyində, üst tərəfində və həmin o yayla kimi yerdə bir 100-ə qədər tanklar düzülmüş idi. Üzü trasa tərəf biz gördük, təəccübləndik ki, bu tankları bura niyə düzüblər? Getdik, Bakıya çatdıq. Bakıya çatarkən də demək, tək-tək müxtəlif yerlərdə insan qrupları görünürdü. Gedirdilər bir yerdə yığıb danışırdılar, eləyirdilər. Hələ ki, bilmirdik biz nə baş verdiyini. Demək, axşam oldu. Gecə qalandan sonra mən səhər getdim. Bizim
işlədiyim istehsalat kombinatı Yerli Sənaye Nazirliyinə baxırdı. Yerli Sənaye Nazirliyi isə hökumət evinin 8-ci mərtəbəsində yerləşirdi. Getdim 8-ci mərtəbəyə çıxdım. Koridorda gəzərkən gördüm o müxtəlif mərtəbələrdə demək divarlardakı kağızları, plakatları hamısını koridorlara cırıb yerə atıblar. Bilmədik bu niyə belə olduğunu. Bizim nazirlik işçilərindən bir xanım gördü məni ilk olaraq. Vaqif, sən hardan gəlib düşdün bura? Necə gəlmişsən? Deyirəm ki, gəlmişəm də. İllik hesabatla əlaqədar olaraq gəlmişəm. Dedi ki, burada artıq işçilər yoxdur, sən qayıt get. Mən çıxdım oradan, qayıtdım, gəldim. Demək ki, qaldığımız evə qardaşlarım mənim orada kirayədə qalırdılar. Onların yanına gəldim. Axşam oldu, demək biz hardasa gecə saat 12-yə qalmış belə yatdıq yerimizə girdik. Birə işləyəndə bir neçə dəqiqə, 5 dəqiqə, 10 dəqiqə bu arada işləyəndə demək ilk atəş səsləri gəldi. Salyanski kazarma yaxın idi, oradan atırdılar, çıxdıq həyətə, əynimizi geyinib. Gördük göydə uçuşur, o parlaq güllələrlə atırlar. Qonu-qonşu da hamısı həyətə çıxıblar. Demək biz biraz gözləyəndən sonra gəldik Samaşka xəstəxanasına tərəf. Orada yaxın idi bizim olduğumuz yer. Gəldik Samaşka xəstəxanasının cərrahiyyə xəstəxanası var. Demək onun qarşısında dayandıq. Bir yarım saat keçəndən sonra artıq təcili yardım maşınları yaralıları gətirməyə başladılar siqnallarını verərək. Biz orada kömək elədik, demək xərəklərə kömək elədik, xəstə yaralıların yuxarı mərtəbələrə qaldırılmasına. Biz orada demək bu işləri görərkən birdən işıqlar söndürüldü. İşıqları demək qəsdən söndürdülər ki, yaralılara təbii ki, kömək etmək mümkün olmasın. Mən qardaşıma dedim ki, onlar kirədə qalan yer yaxında olduğuna görə get həyətdən kimdə şam varsa, şam yığışdır, gətir gəl, onun işığında əməliyyatı davam etdirsinlər. O qaça-qaça getdi, hardasa 5-6 dəqiqə keçdi, əlində bir koma şamla qayıdıb gəldi və əməliyyatı davam etdirməyə başladılar. Demək, mən haşiyə çıxaraq onu qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq ora şam gətirən Qaxrayon Armudlu kəndinin sakini mənim qardaşım Kərimov Nurəhməd olmuşdur və o şamlar gələndən sonra əməliyyat etməyə başladılar. Hardasa saat yarım, 2 saata qədər belə şam işığında əməliyyat aparıldı. Bundan sonra elektrik enerjisinin verilməsi yenidən bərpa olundu.